Vaxtınız xeyir. Mən Əsədov Samir Camaloğlu, şəhid, Bərdə şəhidin qardaşı Əsədov Kamil Camaloğlu. Mənim müraciətim cənab prezidentimizədir. Bu şəhidlər xiyabanında olan bax bu vəziyyətlə bağlı. Bax gördüyünüz kimi baxın bu vəziyyətə baxın. Burada görün nə bərbad vəziyyətdədir. Nədir bu? Biz çəkiliş də eləyirik, müraciət də eləyirik, dəfələrlə rayon üzrə hakimiyyətinə də demişik. Baxın yoxdur. Bax o günü bir gün gətiriblər, bax bir dənə balaca bir filtə ilə güya ki bir vuranı düzəldiblər. Baxın. Bu da ki oynayır, bunlar da oynayır. Baxın, baxın. Bax bir şey oynayır ayaq altında. Belə şey olmaz. Mən üzrə hakimiyyətinə də demişik, o Samir müəllimə də demişəm mən. Yəni bizim rayonumuzun deputatı var, Fatma xanım. Ay Fatma xanım, heç olmasa siz bura gəlirsiniz, ziyarət edirsiniz. Baxın, görün, nə vəziyyətdədir. Bu belə olmaz axı. Bax, utanırıq biz. Köynə şəhid, təzə şəhid olmamalıdır bu. Şəhid şəhiddir. Biz o tərəfə baxırıq, o şəhidlərə baxırıq, bu tərəfə baxırıq, utanırıq. Bu nədir belə? Bunlar biabırsılıqdır. Natiq, Əliyev Natiq Sevinlioğlu qardaşıyam. Mənim də buradan devlət başçısına müraciətim odur ki, bir Ali Başkomandan kimi Bərdə rayonunda yerləşən 1-ci Qarabağ müharibəsi şəhidlərinin məzarlarının hamısının bərpa olunması, yəni burada 1-ci Qarabağ, 2-ci Qarabağ belə şeylər olmamalıdır. Bunlar hamısı bu vətənin, bu torpağın yolunda ölüblər. Mənim buradan müraciətim aidiyyəti orqanlaradır, devlət başçımızadır. Həmişə bu xalqın arxasında olubdur. Mənim bugün devlətdən istəyim odur ki, bu 120 şəhidin qəbri bərpa olunsun. Onların da valideynləri gələndə o şəhidlərinin məzarlarına baxıb heç olmasa bir təsəlli tapsınlar ki, yaddan çıxmayıb. Bizim də ölənlərimizi bərbər devlətimiz həmişə nəzarətində sağlayır. Amma bizim analar, bacılar, qardaşlar gələndə bura ancaq əzab çəkirlər, əziyyət çəkirlər. Bərdəmizin rəisi Ənvər müəllim, bax, girəcəkdə bulaq tikdirir, bütün əl gəzdirir. Çox sağ olsun. Öz cibinin xərci ilə eləyir. Çox sağ olsun. Dövlət səviyyəsində eləmir, öz cibinin xərci ilə eləyir. Bax, bir dənə filtə ilə, bax, bir dənə filtə qoydular. Bircə dənə filtə dəyişdilər. Baxın, bax. Altın elə belə palçıq qoydular bura. Baxın, bu nədir bu? Bax, buna bax. O yüzdədir. Buna bax. Nədir bu? Bu nədir? Bunu vətəndaşlar özləri eləməlidirsə, bu şəhid ailələri özləri eləməlidirsə, bunlara bir yolluk etsinlər ki, bu sizlikdir də. İmkan versinlər, biz bunu eləyə bilmirik, gücümüz çatmır. Bax, bu səviyyədə düzəldə bilək. İşləri yolla qoyaq. Bax, bu səviyyədə, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Bax, belə bir səviyyədə düzəldək də bizə bunu. Buranın da bu formada olmağını biz də belə istəyirik. Yəni biz istəyim nədir? Mən pul istəmirəm, var istəmirəm, dövlət istəmirəm. Mənim qardaşımın heç olmasa məzarı mən gələndə, valla anam gəlib bura tutanır deyə mən getmirəm bura. Mən gedim ora nə əlinizlə gedir? Gedim gəlsin burada dursun, nə üzlə dursun? Gəlsin bu bərbad vəziyyətdə dursun burada, nə üzlə dursun burada? Belə şey olar. Mənim bu qardaşım 4 il bu torpağın yolunda vuruşub. Axırıncı döyüşdə də bir erməninin batalyonuna təslim olmuyor. Nəyə görə onun qəbri düzdür, bir neçə dəfə mən müraciət eləmişəm öz köməkliyimlə. Bu qəbri mən bərpa eləmişəm. Amma yox, bunun hamısı bərpa olunmalı, hamısı eyni olmalı. Böyük narazıçılıq var bu işdə. Yəni, xahiş edirəm aidiyyəti qurumlardan, əsasda devlətimizin başçısından bu işin kimə həvalə olunmağını müraciət edəcək.